Dövlət ipotekasına yararlı sizlərə bir mülk təqdim edəcəm. Mülkümüz 3 mərtəbə, 4 otaqdan ibarətdir. Evində çıxarışı var, mülkün də çıxarışı var, dəyərli dostlarımız. Yerləşmə yeri də Masazır qəsəbəsi, Əlağa Vahid Prospekt yolundan 100-110 metrlik məsafədə yerləşir. Evimiz tam təmirlidir, 7 il bundan qabağının evidir, dəyərli dostlarımız. Evin içərisində yaşayış olmayıb. Ümumi üst fasadı, həyətyanı sahə, evin arxa tərəfinə, yanına keçid etmək mümkündür. Qiymət isə 135 min manat təşkil edir. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Qeyd edim ki, siz də mülkünüzü satmaq istəyirsinizsə, təqdim etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Mərkəzi giriş darvazasıdır. Həyətyanı sahə tam daşlarla örtülüb. Padval sahəsinə giriş kodu sərbəst şəkildə həyətinə və padvalına bir neçə avtomobil daxil etmək mümkündür. Qaraj sahəsində 2 ədəd əlavə otaq sahəsi var. İstəsəz yarı bölə bilərsiniz. Bu mərtəbə də monolitdir, digər mərtəbə də monolitdir. Hal-hazırda -1-i qaraj sahəsini sizlərə təqdim edirik. Kupçalı 135 min manat təşkil edir. Hətta mülk sahibi bildirdi ki, real müştərilərə evimizin qiymətində endirim olacaq. 4 bir tərəfdən qanuni cütdaşdır, fundamentə beton karkasdır. Ehtiyac su çəninə kimi var, evin arxasına yanına keçmək mümkündür. Kombi aparatı bağlanmayıb. Radiatorları bağlanıb, evin çırçıraqları bağlanıb, tamamilə hazır vəziyyətdədir. Hər mərtəbəndə sanitar qovşağı mövcuddur. Burada da 3 tonluq su çəni var, səhv eləmirəmsə, ya 2-dir, ya 3. -1 ilə tanış olduq, keçirik evin yaşayış olan sahəsinə. Həyətyanı sahədə divarlar, dəyərli dostlarımız, sement sahəsi az vurulduğuna görə, yəni ovulub tökülüb, bu belə. Xırda təmirə ehtiyacı var. 3 yerdə kanalizasiyanın trapı var, 2 ədəd kran sahəsi. Bir daha təqdim edirəm, gecə işıqlandırılmaq üçün həyətyanı sahənin plafonlarına kimi vurulub, qaz, su, işıq, kanalizasiya hamısı da mərkəzidir, sayğaclar da yerindədir. Bismillah eləyə keçək evin içərisinə doğru. Dəhliz vasitəsilə bölgülər, girişdən solda yerləşir evin mətbəx sahəsi, sağda pilləkən, sanitar qovşaq və qonaq otağı. İlk öncə mətbəxi ilə tanış oluruq. Pəncərəsi öz həyətyanı sahəsinə baxır. Bütün pəncərələrin qarşısı tamamilə açıq bir vəziyyətdədir. Masazır qəsəbəsinin əla bir yerindədir, əla bir yerində. Əlağa Vahid heykəlinin tam yaxınlığında Mərkəzi Prospekt yolla 100-110 metr məsafəsi var. Yəni artıq deyil. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı, tam təchizat, bütün aksesuarlarına kimi quraşdırılıb hazır vəziyyətdədir. Qalxağın 2-ci mərtəbəyə doğru. 2-ci mərtəbənin dəhlizində 3 yataq otağı, sanitar qovşaq, eyvana çıxış və tavana çıxış sahəsi var. İlk öncə başlayaq sanitar qovşaqla. 2-ci mərtəbəyə məxsus olan sanitar qovşaq tam təchizatdır. Bütün otaqların çırçıraqları, radiator sistemləri bağlanıb hazır vəziyyətdədir. 2-ci mərtəbəyə məxsus 1-ci yataq otağı, xırda cüzi təmirə ehtiyacı var. O da illərdir yaşayış yoxdur deyə aboy sahələri bəzi otaqlarda atıb. Aboy kileyi alırsınız, 7-8 manatdır. Mən özüm təmir eləyəcəm. Burada da yerləşir sonuncu yataq otağı. Ümumilikdə 3 mərtəbə, 4 otaqdan ibarətdir. Buradan eyvana keçid kodu. Kupçalıdır, evin də torpağın da çıxarışı alınıb hazır vəziyyətdə əldədir. Qiymət də 135 min manat təşkil edir. Sağ olun, sağlıqla qalın.